Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsan ila yevmiddin. Ve selleme teslimen kethira. Allahümme şrah li sadri ve yessir li emri ve ahlil uqdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve ma allamtana. Biz Rəbbimizin izni ilə keçən dərs İmam Bərbəhər rəhməhullahın Şərh-i Sünnə kitabını oxumağa başladıq və bugün inşallah həmin dərsi davam etdirəcəyik. Birinci və ikinci paragraflarda İmam rəhməhullah buyurur, bil ki, İslam sünnət və sünnət İslamdır və onlardan birini digərindən ayrı təsəvvür etmək mümkün deyil. Və həmçinin ikinci paragrafda buyurur, fəminə sünnətin lüzumul cəməə, həmçinin sünnətdəndir, yəni Peyğəmbər yolundandır cəmaatla bərabər olmaq. Və mən rəğibə qeyrəl cəməə və fərəqəhə fəqəd xalə rıbqətəl İslam ən unuqih və kənə zallə mudillə. Və kim əgər cəmaatdan ayrı düşərsə, cəmaatı tərk edərsə, və cəmaatı parçalayarsa, o İslam boyunduruğunu boyundan çıxarmış olar və o zəlalətdə olan və zəlalətə sürükləyənlərdəndir. Bu kəlmələrin şərhində Şeyx Əhməd Yəhyə Nəcmi Həfzəhullah geniş şərh verdi. Hansı ki, onun şərhinin bir hissəsini oxuduq. Və İslam sünnətdir, sünnət İslamdır sözünün mənasına toxunduq. Kim deyər, sünnət İslamdır, İslam sünnətdir sözünün mənası nə deməkdir? Yəni, nə deməkdir? Peyğəmbər sünnəti İslam dinidir. İslam dini Peyğəmbər sünnətidir. Nə deməkdir? Bu kəlmənin mənası nədir? Necə başa düşmək olar? Ayrımı oran məhəmməd. İslam dini, yəni, gedir gəlirsə, ən axırıncı böyle yox. Yəni, dedik ki, bunlar bir-birindən ayrılmazdır. Yəni, nə? Yəni, kim Peyğəmbər sünnətini lazımınca yaşasa, orada İslam dini yaşamış olur. Yəni, Peyğəmbər sünnəti İslamdan kənarda olan bir şey deyil ki. Yəni, Peyğəmbər sünnəti nədir? Peyğəmbər Quranı yaşadı. Allah Teala ona vəhy etdiklərini yaşadı. Ona əmr etdiklərini yaşadı. Və kim sünnəni yaşayarsa, sünnət Peyğəmbər bütün etdikləri əməllər, dediyi sözlər, hər şeyi əhatə edir. Bütün hər bir şeyi əhatə edir. Onun yolunu əhatə edir. Ona görə kim sünnəni lazımca yaşasa, o artıq İslamı yaşamış sayılır. Ona görə İslam sünnə və sünnə İslamdır. Bu kəlmələr bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Həmçinin Rəhməllah buyurdu, ikinci başlıqda Peyğəmbər sünnəsindəndir, yəni yolundandır, yəni İslam dininəndir ki, bildi ki, sünnə İslam dini deməkdir. İslam dinindəndir ki, cəmaatla bərabər olasan və ondan ayrılmayasan. Yaxşı, cəmaatla bərabər olmaq nədir? Birinci, əmirlərə itaət, həmçinin yəni cəmaat namazına gəlmək, gündə 5 vaxt belə, yoxsa cəmaatla bərabər olmaq, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsində yaşayanlar kimi yaşamaq. Necə ki, səhabələr və Allahın ardınca doğru düzgün tabi olanlar Allahın Rəsulunun yolunu gidirlər, ona Allahın salavatı və salamı olsun. Və həmin yolu gedənlər hamısı bir cəmaatdır. O deməkdir ki, cəmaatla bərabər olmaq 5 vaxt namaza gələrsən və yaxud da cümə namazına gələrsən yalnız və yaxud da cəmaatla harada toplanırsa onlarla gedib bərabər durursan, yox. Olsun ki, insan biri yaşasın İndoneziyada, biri yaşasın Afrikada, biri Avropada, biri harada fərq etməz. Lakin eyni əqidə üzərində gedirlərsə artıq ola bir cəmaatlar. Sən Allahın Rəsulu ilə, onun səhabələri ilə bir cəmaatsan. Hətta yer üzündə doğru əqidə üzərində tək qalsan belə özünü təkdən etmə. Sən tək deyilsən. Sən Allahın Rəsulu ilə, ona Allahın salavatı və salam olsun, bərabərsən. Sən səhabələrlə, Allah onlardan razı olsun, bərabərsən. Yəni, onların cəmaatındansan. Ona görə İmam Əhməd tək özü ümmət idi. Niyə? Çünki hər kəs fitnəyə düşdüyü zaman haqq üzərində sabit qaldı.
Sən bugün, yəni haqq üzərində bütün dünyada hər kəs zəlalətə düşsə, sən tək haqq üzərində qalsan, düşünmə ki, onlar çoxdur, mən təkəm və yaxud da biz azıq, ona görə onlara tabi olmaq lazımdır, haqq çoxluqla belə deyil. Əksinə, haqq adətən və həmişə azlarla bərabər olur. Zəlalət əhli həmişə haqdan artıq olur, çox olur. Bil ki, tək olsan belə, haqq üzərində olduğun zaman sən ümmətsən, sən cəmaatsansan, sən cəmaatsan. Həmçinin bundan sonra Şeyx Əhməd Yəhyə dediyi bu kəlmələrə şərh gətirdi və həmin şərhində həm Qurandan, həm Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsindən, həm də icmadan dəlillər götürdü. Bu dəlillərdən sonuncusu, yəni biz sonuncusunda qaldıq, yəni icmada. İcma haqqında buyurur Şeyx Həfzəhullah: فقد أجمع أهل العلم من أهل السنة والجماعة ومتبع الأثر على أنه لا يجوز خروج على خلاف الأمور المسلمين. Biz qeyd etdik ki, həmçinin cəmaatla bərabər olmaq, cəmaatla olmaq imama qarşı çıxmamaq deməkdir. İmama, ölkə rəhbərinə, sultana qarşı çıxmamaq deməkdir. Və buyurur Şeyx, İslam ümməti alimləri icma etmişdirlər ki, icma, yəni heç bir istilaf yoxdur. Başqa bir rəy yoxdur bu yerdə. İslam alimlərinin ümməti, hədisi qəbul edən insanlar, əhl-i və cəmaə bu rəydədirlər ki, müsəlmanların əmrinə qarşı çıxmaq olmaz. Səvan sənə əhli ədlin əv cəvrin. Hətta bu imam ədalətli və yaxud da zalim olmasına asılı olmayar. Yəni, imam zalim olsa belə ona qarşı çıxmaq haramdır, nə qədər ki, o müsəlmandır. Bunun haqqında keçən dəfə hədislərdən bir çox dəlillər demişdik. Məsələn, hədislərdə hətta zalim imama qarşı çıxmağın haram olduğunu bəyan etmişdik. Fəqəd həkəmə bə'du üləmə icmə əhl-i sünnət alə dəlik. Bəzi alimlər, yəni bu rəyin üzərində bütün İslam alimlərinin icma etdiklərini buyurmuşlar. Qalə Həfz ibn Həcər, Həfz ibn Həcər rəhməhullah, təbii bilirsiniz, İslamın ən böyük alimlərdən biridir, Şeyxülislamdır və Sahih Buxari kitabının şərhçisidir. Sahih Buxari kitabının şərhində buyurur: Fi şərh hədid Hüzeyfə İbn-i Yəmən radiyallahu anh təbəətü muhibbiddin qal İbn Battal في هجة أي في حديث حذيفة هجة لجماعة الفقهاء في وجوب لزوم جماعة المسلمين. İbn Həcər rəhməhullah Hüzeyfə İbn Yəmən radiyallahu anhunun Peyğəmbərlə rəvayət etdiyi hədisin şərhində, hansı hədisi keçən dəfə qeyd etmişdik, hədisin şərhində buyurur: bütün fiqh alimləri müsəlmanların cəmaatı ilə bərabər olmağın vacib olduğunu əmr etmiş, buyurmuşdurlar. Və tərkül xuruc alə əhimmətil cəvr. Hətta zalim olsa belə hakimlərə qarşı çıxmağın haram olduğunu, bunu tərk etməyə əmr etmişdilər. Lənnə vəsifə taifətil uxra bi ennəhum duatun alə əbvab-ı cəhənnəm. Hədisdə qeyd olunmuşdur Hüzeyfə ibn Yəmənin hədisində ki, həmçinin cəhənnəmin qapılarında durub ora dəvət edənlər var. Peyğəmbər s.ə.v əmirlər haqqında buyurdu ki, onların yaxşı və pis əməllərini görüb inkar edəcəksiniz. Yəni, pis əməllərini inkar edəcəksiniz. Lakin son qrup haqqında Peyğəmbər s.ə.v buyurdu ki, onların yəni, əmirlərdən yerdə qalan, onlara qarşı çıxan insanlar haqqında buyurdu ki, onlar cəhənnəmin qapısında durub cəhənnəmə dəvət edən insanlardır. Və əmirlərə inkar edəcəksiniz sözünün mənası, yəni sözündə bu məna vardır ki, müəyyən xataları var, lakin cəhənnəmin dəvətçilərindən deyil. Müəyyən xatalar var, lakin cəhənnəm dəvətçilərindən deyil. Yəni, məsələn, onların vəsf edilir ki, tanıyacaqsınız, yəni onların bu xatalarını biləcəksiniz və inkar edəcəksiniz. Və inkarın da öncəki dərslərdə qeyd etmişdik,
hər kəsə uyğun olan dərəcələri var. Kimi yalnız qəlbi ilə inkar edər və bununla kifayətlənsə, yəni haqq üzərində olar. Kimi qəlbi ilə və dili ilə inkar edər və kimi qəlbi ilə, dili ilə və əli ilə inkar edər. Bu, şəxsdən şəxsə müxtəlifdir. Və buyurur rəhməhullah: "Və mən qalə xilafu zəlik fəinnəhu qad əxədə biqavli mübtədiə lənnəhu ləm yəqul bil-xuruc alə əhlil cəvr illə əl-xavaric vəl-mu'təzilə." Buyurur həfsəhullah, əgər kim bundan başqa bir rəy üzərində olarsa, yəni imamlara qarşı çıxmaq olmaz, zalim olsa belə, bu rəydən başqa bir rəy üzərində olarsa, yəni nə? Yəni imamlara qarşı çıxmağı icazəli görərsə, Şeyx o kəslər haqqında buyurur, artıq o bidətçilərin rəyi üzərində olmuş olar. Çünki bu rəyi yalnız xavariclər və mu'təzillər söyləmişdir. Yəni xavariclərlə mu'təzillərdən başqa heç kəs imamlara qarşı çıxmağı, hətta zalim olsa belə icazəli görməmişdilər. Lakin bilirik, xavariclərin və mu'təzillərin əqidəsinə görə zalim imama qarşı çıxmaq sünnətdir. Zalim imama qarşı çıxmaq münkəri inkar etmək deməkdir. Onların əqidəsinə görə. Lakin bu, necə ki, qeyd olundu hədislərdə açıq aydın Peyğəmbər sallallahu aleyhi ve səlləmin hədislərinə ziddir. Həmçinin Əqidə Təhəvviyyə kitabının müəllifi, daha doğrusu şərhçisi İbn Əbil-İz Əl-Hənəfi Əd-Dəməşqi rəhməhullah buyurur həmin kitabın şərhində: "Və la nara el-xuruc ala əimmə ولا في أمورنا وإن جاروا ولا ندعو عليهم ولا ننزع يدا من طاعتهم." Buyurur rəhməhullah, biz imamlarımıza qarşı çıxmırıq, hökumət başlarımıza qarşı çıxmırıq, hətta onlar ədalətsizlik etsələr belə və həmçinin onların əleyhinə dua etmirik və onlara itaətdən əl çəkmirik. Yəni, hər zaman onlara itaətdə qalırıq və onlara dua edirik. Və bu da Əhl-i Sünnə Cəmaətin əqidəsindəndir. İmamlara salih dualar etmək, onların hidayət üçün, onlara haqq üzərində sabit olmalar üçün və s. kimi dualar etmək Əhl-i Sünnə Cəmaətin əqidəsindəndir. Necə ki, İmam Şafiidən və başqalarından rəvayət olunur ki, əgər bilsəydim ki, bircə duam qəbul olacaq, onu imam üçün, hakim üçün edərdir. Bundan sonra buyurur rəhməhullah: وَنَرَى سَاعَتُهُمْ مِنْ تَاعَةِ اللّٰهِ عَزَّ وَجَلِ Və biz imamlara itaət etməyi Allaha itaətdən görürük. مَا لَمْ يَأْمُرُوا بِالْمَعْصِيَةِ Yalnız asiliyi əmr etsələr bundan başqa. Yəni imamlara itaət etmək, hakimə itaət etmək, Allaha itaət etməkdir. Lakin Allaha asiliyi əmr edərsə bu zaman onlara itaət olunmaz. وَنَدْعُ لَهُمْ بِالصَّلَاةِ Və biz onların islah olması üçün Allaha dua edirik. هذا قول صاحب التحوية وأورد شارح الأدلة على ذلك. Bu İmam Tahavi rəhməhullahın kəlmələridir və buna İbn Əbil-İz rəhməhullah çox dəlillər gətirir Əqidə Təhəvviyyə kitabında bu əqidəyə, bunun haqq olmasına Qurandan və sünnədən çox dəlillər gətirir, hansı ki bu dəlillərin bir qismini biz öncəki dərsdə qeyd etmişdik. Və qal, və bundan sonra buyurur: "Və əmmə lüzumu təətuhum və incaru fəliənəhu yətərəttəb alə-xuruc ən təətihim minəl məfəsili ədəafən mə yəhsul min cəvrihim bəl fi sabr alə cəvrihim təkfir lisseyyiət." Buyurur İbn Əbil-İz rəhməhullah, onlara itaət etmək, yəni əmirlərə hətta zalim olsalar belə itaət etmək vacibdir. Ona görə ki, onlara qarşı çıxdıqda çox böyük fəsadlar ortaya çıxır. Hansı ki, ortaya çıxan fəsadlar onların zalimliklarında olan fəsaddan qat-qat artıqdır. Yəni, əmir, hakim, zalimlik etsə belə, onun bu zalimliyində olan fəsad, sən ona qarşı çıxsan, baş verəcək fəsaddan
çox azdır, kiçikdir onun yanında. Yəni, sən qarşı daha böyük fəsadlarla nəticələnir. Və bu, yəni məşhurdur, məlumdur ki, hansı ölkələrdə əgər hakimə qarşı çıxıblarsa, necə məsələlər ortaya çıxıb, hansı fəsadlar ortaya çıxıb, bu aydındır. Müsəlmanların, günahsızların qanının axıdılması kimi, günahsızların evsiz, eşsiz qalması kimi və s. kimi, həmçinin hakimlə məhkumlar arasında düşmənçilik yaranması kimi və s. kimi çox fəsadlar ortaya çıxır. Və buyurur rəhməhullah, əksinə onların zalımlıqlarına səbr etməkdə sənə əcr var. Əgər hakim olsa, zalim olsa belə, sən ona səbr etsən, onun bu zalımlığına səbr etsən, sənə əcr var. Sənin günahları var, kəffarə var. Yəni, sənin günahların silinər bu səbr etməyinlə. Və bil ki, əgər hakim zalimsa, Allah subhanahu ta'ala sənin üzərində zalim hakim təyin edibsə, bu sənin günahlarından dolayıdır və insanların günahlarından dolayıdır. Və buna görə hər kəs günahı ilk öncə hakimdən deyil, öz nəfsindən axtarmalıdır. Və bilməlidir ki, bu Allahın ona göndərdiyi bir bəladır. Allah subhanahu ta'ala zalim hakimi sənin üzərində göndərməsində səbəb nədir? Sənin öz günahlarındır. Və hər kəs gərək çalışıb özünü imtihan etsin, özünü sorğu-sual etsin, özünün kimliyinə baxsın və özünü Qurana və sünnəyə uyğun düzəltsin. Və hər kəs özünü Qurana və sünnəyə uyğun düzəldərsə, Allah subhanahu ta'ala onlara göndərdiyi bu bəlanı onların üzərindən götürər, onların hakimini islah edər və yaxud da onlara ədalətli hakim göndərər. Allah subhanahu ta'ala Quranda buyurur, Şura surəsinin 3-cü ayəsində وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ Sizin başınıza gələn bütün müsibətlər sizin öz əllərinizə qazancınızdır. Yəni, əgər zalim hakim sənin üzərində təyin olunubsa, bunu sən öz əllərinlə qazanmısan. Sənin başına gələn bu bəlanı sən öz əllərinlə qazanmısan. Ona görə gərək bu əhl-sünnə cəmaənin əqidəsidir. Hər kəs özünü islah etməkdən başlamalıdır. Və həmçinin əgər kiminsə əli çatırsa, yəni nəsiyyət etməyə, o zaman hakimə nəsiyyət edər və bu haqda biz geniş öncəki dərslərdə danışmışdıq. Və qalə fi kitab-ül hüccə fi bəyan-ül məhəccə li İmam-ı Hafiz Əbil Qasim Əl-İsmaili həmçinin Əbil Qasim Əl-İsmaili Əl-Hüccə fi bəyan-ül məhəccə kitabında bu mövzuya toxunaraq Peyğəmbər sallallahu aleyhi ve səlləmin hədislərindən dəlil gətirir və hakimə qarşı çıxmağın haram olduğunu bəyan edir. Və buyurur rəhməhullah El-Hadith Əbi Hüreyrə radiyallahu anhu ən-Nəbi sallallahu aleyhi ve sellem qal Səlikum bə'di vəlatun fəylikum berra və əlikum el-fəcir bifucurih fəsmə'u ləhum və ati'u fi kulli mə vafəqəl haqq. Bu hədisdə Peyğəmbər buyurur, sizin üzərinizə hakimlər gələcəklər. Yaxşılıq edən yaxşılığı ilə, pislik edən isə öz pisliyi ilə. Lakin siz eşidin və itaət edin, əgər onların dedikləri haqqa uyğun gəlirsə, yəni Quran və sünnəyə uyğun gəldikcə onların dediklərini eşidin və itaət edin. Və səllu vəraəhum və onların arxasında namaz qılın. Əgər sizə namaz qıldırsalar hakimlər, onların arxasında namaz qılın. Fəin əhsənu fələkum. Əgər yaxşılıq etsələr, bu sizin xeyrinizədir. Və həmçinin öz xeyirlərinədir. Fələhum, həmçinin hakimlərin öz xeyrinədir. Əgər hakim yaxşı əməl görürsə, bu həm məhkuma xeyirdir, həm də hakimin özünə xeyirdir. Və in əsəu fələkum və aleyhim. Lakin əgər pislik etsələr,
yəni məhkumlarla yaxşı rəftar etməsələr, Peyğəmbər bu halda buyurur, bu zaman sizin xeyrinizədir və onların xeyrinə deyil, onların əleyhinədir. Yəni, necə ola bilər? İmam pislik etsin, məhkumların xeyrinə olsun. Sən əgər səbr etsən, itaət etsən, bu zaman sən əcr qazanırsan. Lakin etdiyi pisliyə görə, etdiyi asiliyə görə həmin hakim günah qazanır. Hədsi İmam Darqutni rəvayət etmişdir. Buyurur kitabın şərhçisi Şeyx Əhməd Həfsəhullah, qult, lakin mə'nə mətin sahih. Bu hədisin sənədində zəiflik var. Müəyyən qədər zəiflik var. Lakin buyurur kitabın şərhçisi, hədisin mənası doğrudur, mənası sahihdir. Həqiqətən, əgər kim imamlara itaət edərsə və imamlar yaxşılıq edərsə, hər iki tərəf əcr qazanar. Əgər imam asilik edərsə və öz rəayəti ilə, yəni öz məhkumlarla yaxşı rəftar etməzsə, özü günah qazanır, lakin onun bu pisliklərinə, bu günahlarına səbr edən isə əcr qazanar və buyurur Şeyx Həfsəhullah, hədisin mətni, yəni mənası doğrudur, sahihdir. Mə'rufun min əhadisin uxra əs-sahihə əyni ənəl-əhadis el-müşari ileyh tədullu alə sihhəti mə'nə əl-mətin. Və biraz öncə qeyd etdiyimiz hədislər bu hədisin mənasının doğru olmağına dəlalət edir. Qal və hədə huvə məzhəb əhl-i hədis. Və bundan sonra buyurur kitabın müəllifi, bu əhl-i hədisin, yəni hədis əhlinin yoludur. Hədis əhli kimlərdir? Əhl-i sünnə və cəmaə. Hədis əhli dedikdə yalnız hədis alimləri nəzərdə tutulmur. Hədis əhli dedikdə əhl-i sünnə və cəmaə nəzərdə tutulur. Çünki hər bir Peyğəmbər sünnəsinə tabi olan kəs hədis əhlindəndir. Və ləm yuxalif fi zəlikə illə mu'təzilə və xavaric və zeydiyyə. Bu məsələdə yalnız əhl-i sünnə və cəmaəyə kimlər müxalif çıxır? Mu'təzillər, xavariclər və zeydilər. Və zeydlər hansı firqətsə aydındır. Zeydlər ilk şiə firqələrindəndir. Zeydlər Peyğəmbər s.ə.v əhl-i beytinin tərəfdarı olan ilk şiə firqələrindəndir. Və bu məsələdə ümumiyyətcə zeydiyyə əhl-i sünnə və cəmaəyə ən yaxın olan, onların içində ən yaxın olan firqədir. Lakin bundan başqaları əhl-i sünnə və əqidəsindən daha uzaqdırlar. Təbii ki, bu məsələdə zeydiyyanın rəyi verərsə, digərləri bundan daha şiddətlidir. Və şeyx buyurur, Əhməd Yahya buyurur, və zeydiyyə hum yəqfudunə bi əqvali mu'təzlə fil əqaid. Buyurur, zeydiyyənin əqidəsi, yəni zeydiyyə əqidə məsələlərini mu'təzlədən götürmüşdür. Yəni zeydlərin əqidə məsələləri kimdən götürülür? Mu'təzlə, yəni əqidə məsələlərində mu'təzlədən eynidirlər. Yəni buna görə də onlar da hakimlərə qarşı çıxmaq, hakimlərə qarşı xuruc etməyi icazəli görürlər. İbn Məsud radiyallahu anh buyurur, Əl-iqtisad fi sünnə xeyrun min ictihad fil bid'ə. Peyğəmbər s.ə.v-in sünnəsinə ardınca körtəbi, onun ardınca getmək, bidət məsələlərində ictihad etməkdən daha xeyirlidir. Yəni, əgər kimsə elm almadan sünnəyə tabi olursa, körtəbi şəkildə təqlid edirsə, bu, onun ictihad, bidət məsələlərində ictihad etməsindən daha xeyirlidir. Həmçinin İbn Abbas radiyallahu anh'tan rəvayət olunur. Aleykə bil istiqamə və ittibə' əl-əthər və iyyəkə və təbəqq. Buyurur radiyallahu anhu, sizə haqq yoldan tutmağı və Peyğəmbər s.ə.v sünnəsinin arkasına getməyə əmr edirəm. Nə badə bidət edəsiniz.
Şeyx Həfsəhullah bu dəlilləri bu yerdə gətirməklə bundan sonra oxuyacağımız dəlilləri bu yerdə gətirməklə cəmaatla bərabər olmaq, cəmaatın imamına tabi olmağa yəni və ona vacibliyini, həmçinin ona qarşı çıxmağın bidət olmasını bəyan edir. Həmçinin İbn Ömər radiyallahu anh'a rəvayət olunur. Kullu bidətin zalalə və in rəəhən nəs həsənə. Bütün bidətlər zəlalətdir, hətta onu insanlar yaxşı bidət görsələr belə. Hətta insanlar onu yaxşı bidət görsələr belə. Bu, yəni termin günümüzdə ən məşhur terminlərdən biridir. Bidətül həsənə, bidətül seyyə, yaxşı bidət, pis bidət. Və bu haqda bizim ayrıca, yəni dərslərdə vaxtda danışmışdır. Yaxşı bidət nədir? Hə. Yaxşı bidət nə olan şeydir? Yox, bidət əhlinin terminologiyasına görə yaxşı bidət Peyğəmbər sallallahu aleyhi ve sellem'in haram buyurduğu bidətlərin içindən dinə müəyyən qədər uyğun gələnini, insanların islah olmasına uyğun gələnini seçib götürməkdir. Və onlara görə, məsələn, yas mərasimləri yaxşı bidətlərdəndir. İslam dininə uyğun olmayan zikir məclisləri yaxşı bidətlərdəndir. Və s. kimi. Və bilirsiniz, şeytan insanı iki yoldan azdırır. Həm dində zəiflətməklə, həm də dində bəzi əməlləri lazımından artıq etməklə. Yəni, buna ifrat və təfrit deyirlər. İfrata varmayla, yəni həddini aşmayla, həmçin təfrit etməklə, yəni tərk etməklə. Təbii ki, kökdə bilirsiniz, bu iki qismə bölünür. Yəni, şeytanın azdırma üslubu ikidir. Şəhvətlərə və şübhələrə tabi olmaqla. Şəhvətlər yəni dünyaya tabi olmaqla, dünya malına, dünya həyatına uymaqla və şübhələr insanın dininə gələn şübhələrlə. Və həmin şübhələr, yəni insan dinində bidət etməsi özü iki qismə bölünür dedik. İfrata varmaqla və təfrit etməklə, yəni tərk etməklə. Ona görə İslam dinində bidətül həsənə termini yoxdur. Yaxşı bidət termini yoxdur. Bidətlərin hamısı haqqında Peyğəmbər buyurur, kullu bidətin zalalə. Bütün bidətlər zəlalətdir. Və kullu zalalətin finnər. Və hər bir zəlalət cəhənnəmdədir. Və bəzi alimlər buna əlavə etmişlər, hər bir zəlalət və hər bir zəlalət əhli cəhənnəmdədir. Necə ki, az sonra İmam Bərbəhərinin vaxta kəlmələrini Allah Subhanahu izni ilə oxuyacaq. Ona görə yaxşı bidət termini İslam dinində yoxdur. Və İbn Ömər radiyallahu anh buyurur, kulli bidətin zalalə, hər bir bidət zəlalətdir. Və in rəəhən nəs həsənə, hətta onu insanlar yaxşı görsələr belə. Muaz bin Cəbəl radiyallahu anhdan rəvayət olunur. İyyəkum və mə ibtudiə fə innə mə ibtudiə dalalətun. Buyurur radiyallahu anhu, nə badə bidət edəsiniz. Həqiqətən bütün bidətlər, olunmuş bidətlər zəlalətdir. Və bidət sözün tərifini təbii ki bilirik. Mənasını bilirik, düzdür? Yəni nə yenilik? Yəni əlimizdə bu dəqiqə telefon, magnetofon var, hamısı yenilikdir. Peyğəmbər zamanında yox idi. İslamda, İslam dinində Allahın Rəsulunun vəfatından sonra hər hansı olunan bir əlavə nədir? Bidət adlanır. Hər hansı bir yenilik bidət adlanır. Və Peyğəmbər s.ə.v-in vəfatı ilə İslam dini kamil olub. Kim dəli deyər? Məidə surasının 3-cü əsr 6-da nə buyurur bu ayədə? Ərəbcə. Əl-yevmə əkməltu ləkum dinəkum və əkməmtu aleykum ni'məti və rədəyt ləkum İsləmə dinə. Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün sizə olan dinimi tamamladım və kamil etdim və ətməmtu aleykum ni'məti və sizə olan nimətimi tamamladım və rədəyt ləkum İsləmə dinə və sizə din olaraq İslam dinini seçdim. Allah subhanahu ta'ala bizim dinimizi kamil edib və bu kamillikdən sonra kimsə ona bir yenilik gətirərsə, bir əlavə gətirərsə,
sanki artıq o Allah Subhanahu wa Ta'alanın nəyisə bizə göndərmədiyini və onun kamil etdik sözünün yalan olmasını iddia etmiş olur. Və yaxud da Allah Subhanahu wa Ta'ala kamil edib, lakin Peyğəmbər s.ə.v onu çatdırmamasını iddia etmiş olur və hər iki kəlmə küfürdür. Hər iki iddia küfürdür. Və üçüncü yol qalır bizə nə? Bidətləri tərk etmək. Quran və sünnəyə tabi olub, ondan başqa bir şey qəbul etməmək. Həmçinin Nu'man ibn Bəşir radiyallahu anhdan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurdu: Əl-cəmaətü rəhmə vəl-furqatı əzəb. Cəmaat rəhmətdir və parçalanmaq isə əzabdır. Hədisi İmam Əhməd Musnəd kitabında rəvayət etmişdir. Həmçinin İbn Ömər radiyallahu anhdan buyurulur: Qal xatabana Ömər radiyallahu bicəbiyyətin fəqal. Buyurur İbn Ömər, Abdullah İbn Ömər radiyallahu anhuma, Ömər İbn Xattab, yəni atası radiyallahu anhu bizə xütbə verir Cəbiyyədə. Cəbiyyə yer adıdır. Fəqal, ya əyyuhən nəs, və dedi, ey insanlar, inni qumtu fikum kəmə qamə Rasulullah sallallahu aleyhi ve sellem finə. Mən sizin qarşınıza durmuşam, necə ki, Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, bizim qarşımıza durmuşdu. Fəqal, və dedi, uzikum, yəshəbi, thumməl-ləzinə yəlinəhum. Və Peyğəmbər s.ə.v həmin xütbəsində dedi, sizə səhabələrimi tövsiyə edirəm. Yəni, onların arxasını getməyi, onların yolundan tutmağı tövsiyə edirəm. Thumməl-ləzinə yəlinəhum. Sonra isə onların ardınca gedənlərin, yəni onların yolu ilə gedənlərin, thumməl-ləzinə yəlinəhum. Sonra isə onların yolu ilə gedənlərin yolundan tutmağı. Thumma yəfşuk əl-kəzib. Sonra isə, bundan sonra isə yalan baş alacaq. Yəni bu üç əsrdə, burada əsr dedikdə qəsd olunur insan ömrü. Bu üç əsrdə din müstəqim olacaq, doğru, haqq olacaq. Və bundan sonra bidətlər yaradacağına dəlalət edir bu kəlmə. Və buyurur, thumma yəfşu əl-kəzib. Sonra yalan baş alacaq. Hətta yəhlifər-rəcul və lə yəstəhlif. Hətta elə bir an gələcək, elə bir vaxt gələcək ki, insana and içdirilməmiş and içəcək. Yəni, onun and içməsi kimsə tələb etmədən özü bir məsələdə, yəni ondan tələb olunmayan bir məsələdə and içəcək. Və əşhəd-i şəhid və lə yüstəşhəd. Şahidliyi tələb olunmadan şahidlik edəcək. Ələ lə yəxlunər-rəcul bi imratin illə kənə təlisümə şeytan. Buyurur bundan sonra radiyallahu anhu, əgər iki kişi, bir kişi və bir qadın bir yerdə gizlində qalarlarsa, onların üçüncüsü şeytandır. Aleykum bil cəmaə. Sonra Peyğəmbər buyurur, daha doğrusu Peyğəmbər sözünü Ömər radiyallahu anh buyurur, sizə cəmaatla olmağı əmr edirəm. Aleykum bil cəmaə və iyyəkum furqa. Parçalanmaqdan, cəmaatdan ayrılmağı isə sizə qadağan edirəm. Fə innə şeytanə məl-vahid və huvə minəl-isneyni əb'əd. Həqiqətən şeytan təklərə yaxınlaşır, o ikidən, yəni cəmaatdan uzaqdır. Şeytan tək insanı vəsvəsə edər, tək insanı zəlalətə dartar, aparar, lakin ikidən və cəmaatdan uzaqdır. Mən əradə bihəvvə bihübuhətil cənnə fəliyəlzəm əl-cəmaə. Və buyurur bundan sonra Ömər radiyallahu anh, kim əgər cənnətin ortasını istəyirsə, yəni cənnətin ortasında ona Allah Taala'nın yer nəsib etməsini istəyirsə, cəmaatdan sıxı yapışsın, cəmaatla bərabər olsun. Mən sərratuhu həsənətuhu və səətuhu seyyətuhu fədəlikə mümin. Və əgər kimin yaxşı işləri onu sevindirirsə və pis işlərinə görə peşman olursa, o mömindir. Hədisdə müxtəlif mövzulara toxunur və ən birinci Peyğəmbər s.ə.v əmr edir səhabələrin ardınca getməyi. Həmçin təbiinlərin və onların ardınca gedənlərin ardınca getməyi Peyğəmbər, ona Allahın s.ə.v olsun, əmr edir.
və bundan sonra bu 3 əsrdən sonra yalanın və fitnələrin, bidətlərin yayılacağına dəlalət var. Peyğəmbər s.ə.v buyurur, bundan sonra dəlalət yayılacaq. Həmçinin Peyğəmbər s.ə.v bu hədisdə şahidliyi tələb olunmadan şahidlik etməyin, and içməyə tələb olunmadan and içməyin haqqa, sünnəyə müvafiq olmadığını bəyan edir. Həmçinin kişi ilə qadının, yəni naməhram olan kişi ilə qadının bir yerdə qalmasının haram olduğunu bəyan edir və onların üçüncüsünün şeytan olduğunu bəyan etmişdir. Həmçinin şeytanın cəmaata yaxın düşə bilməməsi, lakin tək insanı zəlalətə sürükləməsini Peyğəmbər s.ə.v bəyan edərək buyurur, şeytan ikidən və cəmaatdan uzaqdır. Həmçinin Peyğəmbər s.ə.v bəyan edir, əgər kimsə cəmaatla olarsa, cəmaatla, yəni nə ilə? Cəmaat namazına, cümə namazına gəlmək dedik, yoxsa nədir cəmaat olmaq? Yəni, əhl-i və cəmaatın əqidəsində olarsa, Peyğəmbər s.ə.v sünnəti ilə gedərsə, Peyğəmbər s.ə.v ona vəd edir nəyi? Cənnətin ortasını. Əgər kim cənnətin ortasını istəyirsə, o cəmaatla olsun deyə buyurur Peyğəmbər s.ə.v. Həmçinin möminlərin sifətindən bir sifəti bəyan edir Peyğəmbər s.ə.v. Hansı sifətlidir? Əgər kim öz yaxşı işlərinə sevinərsə, yəni salih əməllərinə sevinərsə, sünnəyə müvafiq olmasına sevinərsə, gecə namazlarına, cəmaat namazına, cüməyə və s. gəlməyinə sevinərsə və bütün salih əməllərinə, bu müminin əlamətlərindəndir. Bu müminlik əlamətlərindəndir. Həmçinin kim əgər bir günah edərsə, o günah etdiyinə görə kədərlənərsə, bu müminlik əlamətlərindəndir. Lakin kimsə əgər etdiyi yaxşı işə sevinməzsə, bu imanın zəifliyinə dəlalət edir. Və yaxud da kim bir günah edərsə, ondan razı qalarsa və yaxud da o günahın arxasında bir də getməyə meyil edərsə və s. bu imanın zəifliyinin əlamətlərindəndir və yaxud da imanın olmaması əlamətlərindəndir. Allah subhanahu bizi bütün günahlardan qorusun. Və Şeyx Əhməd Yəhyə bu yerdə qeyd edir bir məsələyə toxunmağın vacibliyini və buyurur və həhunə yəcib ən-nəqf vəqfə və bu yerdə bizə lazımdır ki, bir an dayanaq, diqqət edək. Yəni, qeyd etdiyimiz bu məsələlərdən və bu dəlillərdən sonra bir an dayanaq. Və huvə ənə cəmaət ixvan min usulihim tərəbbəv aləl-xuruc. Və bu da o məsələdir ki, İxvanül Müslimin cəmaatı, yəni qardaşlar cəmaatı, hansı ki o siyasi partiyadır, siyasi cəmaatdır, onlar kökündən hakimlərə qarşı çıxmaq üzərində qurulmuşlar. Fədətəhəyyət təmərə və əsbəhu müstəiddin lil-xuruc. Xərəcü idən fəhəl yəcuzu lənə ən nətəvəllə hədihil cəmaə əv nəkunə mə'hum. Və buyurur Həfzəhullah, onların əlinə fürsət düşən kimi, yəni onların hansısa bir gün sakit dururlarsa, bu ona devam edir ki, onların əlinə fürsət düşməyib. Onların əlinə fürsət düşən kimi onlar həmən hakimlərə qarşı çıxırlar. Fərq etməz, hakim müsəlmandır yoxsa yox. Çünki xətasız müsəlman yoxdur. Və xətasız hakim yoxdur və xüsusən də dövrümüzdə. Xüsusən də dövrümüzdə. Yəni biz Raşidi xəlifələrin dövründə yaşamırıq. Səhabələrin dövründə yaşamırıq biz. Və bizim zamanımızda yaşayan hakimlərdə şək yoxdur ki, xataları var. Nəinki var? Bəzilərinin xataları yəni başdan aşır. Və bilirik ki, yəni cəmaat-ı İxvan Müslimin, yəni həmin cəmaat, yəni qardaşlar cəmaatı adlanan bu cəmaat öz daxilində çox firqələrə bölünürlər. Yəni onların çox firqələri var. Onların içində sururilər var, təkfirçilər var, cihadilər var, hizbilər və s. Yəni çox qruplara bölünürlər öz aralarında. Və hər biri də
fərq etməz hansı cəmaatdan asılı olmaqla, bəziləri təkvir edir böyük günahlara görə, bəziləri təkvir etmir, lakin hər biri də imamlara qarşı çıxmağın halal olduğunu görür. Lakin müəyyən anda, müəyyən qrupların susması onların xuruc görmədiklərini dəvət etmir. Əksinə, dəvət edir nəyə? Onların əlinə fürsət düşməməyinə dəvət edir. Və buyurur, bundan sonra bir sual qoyur Şeyx Əhməd Həfzəhullah. Yaxşı, əgər belədirsə, yəni təbii ki, bu dediyinə sonra dəlil gətirəcək. Lakin əgər belədirsə, bizim onlarla dostluq etməyimiz, onları özümüzə dost tutmağımız və onlarla bərabər olmağımız bizə yaraşarmı? Yəni, Əhl-i Sünnə cəmaəyə yaraşarmı ki, bu cür siyasi partiya əməkdaşları ilə yoldaşlıq etsin, onları özlərinə dost tutsun? Və cavab olaraq özü də buyurur, yox. Və ləhum kitabun və dəlil olaraq buyurur Şeyx Əhməd və onların bir kitabı var. Səmməhu, yəni bu kitabın adı Ət-Tariq ilə Cəmaətil Müslimin, müsəlmanların cəmaatına qəsd olunur, yəni İxvan cəmaatına gedən yol. Kitabın adı belədir. Və həmin kitabın 392-393-cü səhifələrində şeyh buyurur, açıq aydın görərsiniz ki, onların planları nədir? Yəni, bu cəmaatın qurulmasında əsas məqsəd nə olub və onlar hansı planlar qoyublar, qarşılarına hansı məqsədlər qoyublar və gələcəkdə nəyə nail olmaq istəyirlər. Və şeyh buyurur, Ənəmə qarraruhu miyəl-xuruc qad təvəffəhu bihi və kutubuhu alə hədihi səfəhət. Və buyurur, yəni həmin səhifələrdə hakimlərə qarşı çıxmaq, yəni necə çıxmaq və s. haqqında qeyd olunmuşdur. Və fi kitab-ı Usul-ü Sünnə İmam Əhməd İbn Həmbəl rəhməhullah və İmam Əhməd İbn Həmbəl rəhməhullahın Usul-ü Sünnə kitabında qeyd olunur. Rivayətü Abdus İbn Malik Əl-Əttar qal Abdus İbn Malik Əl-Əttar buyurur və-səm'u və-tə'ə lil-əimmə imamları dinləmək və onlara itaət etmək və əmirül müminin bərrahum və fəcirahum həmçinin müminlərin əmrinə hətta yaxşı və yaxud da pis olsa belə, zalim olsa belə və mən vəllə əl-xilafə və hər bir xilafədə gələn kəsə, yəni fərq etməz, o müminlərin əmridir, o imam adlanır və yaxud da o hakimiyyətə başqa yolla gəlir. Yəni, müminlərin razılığından deyil, başqa yolla gəlir, fərq etməz. Artıq hakimiyyət əlindədirsə, ona itaət etmək vacibdir. Və summiyə əmirül müminin. Yəni, başqa yolla gəldikdən sonra da müminlərin əmri adlanan insan. Və yəni, onlara itaətin vacibliyi haqqında danışır və buyurur və ləğəzu mədin umara ilə yevmül qiyamə bərrahum və fəcirahum. Zalim və yaxud da ədalətli imamla bərabər cihad etmək qiyamət gününə qədər haqdır. Lə yutraq və qismətu əl-fey və iqamətul hudud ilə imamın madin leysə əhədin ən yaqta aleyhim və lə ən yunazəəhum və həmçinin buyurur, döyüşdən götürülən qənimətlər imamlara təslim edilər. Yəni, artıq bir kəsə yaramaz ki, imamı kafir görsün və yaxud da asi olduğuna görə ona, yəni döyüşdən götürülmüş qəniməti ona təslim etməsin. Həmçinin imamların hökmü ilə, imamlar, yəni İslam hökmü ilə hökm kəsdiyi zaman onların hökmünə itaət etmək qiyamət gününə qədər haqdır. Həmçinin buyurur, onların itaətindən bir an belə çıxmaq olmaz. Və lə ən yunazəəhum və dəf'u sədəqat. Həmçinin zəkat malını imama vermək, əgər yəni dövlətdə zəkat malı yığılırsa, zəkat malını hakimə təslim etmək Əhl-i Sünnə cəmaənin əqidəsindəndir. Və mən dəfəəhə iləyhim əczəət ənhu bərran kənə əv fəciran. Onun ədalətli və yaxud da zalim olmasına asılı olmayaraq, əgər kim hakimə zəkatı təslim edərsə, verərsə, artıq o
Allah qarşısında borclu deyil. Yəni, ona kifayət edər. Və xəlfə, yəni sözündə məqsəd budur ki, əgər kimsə hakim tələb edib, zəkatı ona veribsə, artıq ikinci zəkatını çıxarmasın. Yəni, verdiyini batil sayıb, hakimə verdiyi zəkatı batil sayıb, ikinci zəkat çıxarmasın. Və xəlfə mən vəlləhullahu caizə bəqiyyətun təəmmə. Həmçinin onların arxasında namaz qılmaq qiyamət gününə qədər haqdır və həmin namaz kamil sayılır. Həmçinin onların arxasında cümə namaz qılmaq yəni doğrudur. Və bundan sonra buyurur, Barakətin mə'ədəhə və muhtədi tərfil əsər. Əgər kim sonra namazı təkrar edərsə, yəni imamın arxasında qıldığı namazı təkrar edərsə, o müftədidir, yəni bidətçidir və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə müxalif çıxandır. Leysə ləhu min fadli cümə şey. Əgər kimsə onun arxasında cümə namaz qılarsa, sonra cüməni yenidən təkrar qılarsa, yəni o namazı batil hesab edərək yenidən cüməni qılarsa, cümə namazının fəzilətindən ona heç bir şey yoxdur. İzləm yara salat xəlfəl əyimmə. Hətta imamın arxasında namaz qılmağı caiz, icazəli görməsə belə və imamın ədalətli və yaxud da qeyri-ədalətli olmasından aslı olmayaraq. Fəsünnətu bən yüsəllə mə'hum rəqəteyn. Və sünnət budur ki, yəni Peyğəmbərin yolu sünnəsi budur ki, imamın arxasında 2 rəkət, yəni cümə namazı 2 rəkət qılınsın. Və yudinə bi ənəhə təəmmə. Və həmçinin etiqad etsin ki, onun bu namazı artıq kamildir. Lə yəkunu fi sadrikə min zəlikə şək. Və bu barədə sənə qəlbinə heç bir şək şübhə gəlməsin. Və mən xarəcə alə imamin min əimmətil muslimin qad kənən nəsu ictəməu aleyh və nəqarru ləhu bil xilafə bi əyyi vəçin kənə bir rıda əv qələbə fəqad şəqqə hədəl xaric əsəl muslimin. Əgər kim müsəlmanların imamına qarşı çıxarsa, onun ədalətli və yaxud da qeyri-ədalətli olmasına asılı olmayaraq, həmçinin həmin imamın müsəlmanların razılığı ilə və yaxud da zor gücünə hakimiyyətə gəlməsinə asılı olmayaraq ona qarşı çıxarsa, artıq müsəlmanların cəmaatını parçalamış olar. Və xalifəl əsər ən Rəsulillah sallallahu aleyhi ve sellem həmçinin Peyğəmbər sallallahu hədislərinə zid çıxmış, müxalif çıxmış olar. Fəimmətəl xaric aleyh mətə meytlə cəhiliyyə. Və ona qarşı çıxan insan bu halında ölərsə, artıq onun meyti cahil meyti kimidir. Cahiliyyə halında ölmüş sayılar. Həmçinin buyurur, və lə yəhillu qitəl sultan. Sultana qarşı döyüşmək haramdır. Və lə xuruc aleyh liyəhədi minən nəs. Və heç bir kəsə halal olmaz ki, sultana qarşı çıxsın. Fəmən fəalə dəlikə fəvə mübtədi' alə qeyri sünnəti və tariq. Və kim əgər bunu edərsə, o bidətçidir və Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsindən, yolundan uzaqdır. İntəhə kələm rəhməhullah. İmam Əhməd rəhməhullahın kəlamı yəni bu yerdə bitdi. Və qad təbəyyənə bil-ədillə minəl-kitab və minəs-sünnəti Rasulullah sallallahu aleyhi ve sellem və minəl-icma'il ümmə əlləzi həkəhu kəthir minəl-uləmə ənəl-xuruc alə vülətil əmr lə yəcuz. Və buyurur Şeyx Əhməd, artıq Allah Taala'nın kitabı Quranla və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəti ilə və əksər alimlərin icması ilə yəni sübut olundu ki, hakimlərə qarşı çıxmaq haramdır, qadağandır. Səvan kənə əbraran ən fəciran. Həmin hakimlər, yəni yaxşılıq edən, salih əməlli və yaxud zalim olsalar belə. Fəhədihi hiyə əqidəti əhl-i sünnə və cəmaə. Və buyurur Şeyx Həfzəhullah, həqiqətən bu əhl-i sünnə və cəmaənin bu məsələdə olan etiqadı əqidəsidir. Ləm yuxalif fi dəlikə illə mu'təzilə. Bu məsələdə əhl-i sünnə və cəmaəyə qarşı yalnız çıxanlar kimlərdir? Mu'təzilədir və mən təbiəhum fi hədəl etiqad.
və həmçinin bu məsələdə əksinəyə qarşı çıxan, bu məsələdə müətəzililərin əqidəsini daşıyan insanlardır. Yəni, xavariclər və s. وَالْمُعْتَزِلَةُ وَالْخَوَارِجُ هُمُ الَّذِينَ يَرَوْنَ الْخُرُوجَ عَلَى وُلَاةِ الْأَمْرِ Və müətəzilə və xavaric onlar, yalnız onlar hakimlərə qarşı çıxmağı icazəli görürlər. Və yubihunə inkar-ül münkər bis-seyf və onların əqidəsinə görə münkəri, yəni doğru olmayan, yəni batili qılıncla aradan qaldırmaq haqdır. Yəni bu yalnız onların əqidəsinə görədir. Və billah tövfiq və müvəffəq edən Allah taladır. Allah subhanətələ bizi də haqqa müvəffəq etsin. Həmçinin qeyd etmək lazımdır ki, hətta gizlətlər belə, bunu biraz öncə qısa şəkildə Şeyx Əhməd qeyd etmişdi, yəni təkfir cəmaatının, həmçinin İxvan Müsliminin, həmçinin sururilərin və s. yəni bu partiyaların, bu topluların əqidələrinin əsasını və onları bir yerə toplayan hakimlərə qarşı çıxmaqdır. Əslində, onlar müxtəlif firqələrdir və bir çoxları müxtəlif əqidələrdədir. Lakin onları bir məsələ toplayır, bir məsələ birləşdirir. Hansı məsələdir? Hakimə qarşı çıxmaq. Təbii ki, günümüzdə olan əhval da onların bu əqidəsinə təkan verir. Yəni, hakimlər Quran və sünnəni yaşamadıqca və yaxud da Quran və sünnəni zəif yaşadıqca və yaxud da asiliklər etdikcə artıq onların bu əqidəsinə, daha doğrusu onların bu məqsədinə təkan verici amillər ortaya çıxmış olur. Və onları əslində bir yeri toplayan, bu insanları bir yeri toplayan yalnız bu fikirdir. Yoxsa onların əksəriyyəti müxtəlif əqidələrdədirlər. Və özləri öz aralarında parça-parçadırlar. Və necə ki, onların banilərindən biri, yəni İxvan cəmaatının banilərindən biri öz məşhur kəlamında belə deyir. Gəlin, müttəfiq olduğumuz məsələlərdə birləşək. İxtilaf etdiyimiz məsələlərdə bir-birimizə eyib tutmayaq. Subhanallah. Peyğəmbər sözün bir hədisində buyurur, sizdən öncəkilərin, yəni yəhudilərin və xristiyanların həlak olma səbəbi bir-birində eyib görüb inkar etməmələri idi. Hansı ki, onlar bugün də bu əqidə üzərində, bu şüar üzərində birləşirlər, deyir, gəlin bir-birimizə ixtilaf etdiyimiz məsələlərdə inkar etməyək. Və buna görə də hətta onların bəziləri yəhudilərlə, xristiyanlarla birləşməyi icazəli görürlər. Və bəzilərinin əqidəsinə görə yəhudi və xristiyan desin ki, mən İslamı qəbul etdim, şəhadət gətirsin, sonra öz dini üzərində qalsın. Və bu rəy onların banilərindən və ən böyük alimlərindən varid olmuşdur və onların kitablarında da var və əksəriyyətli bunu bu dəqiqə dəstəkləyirlər, bu rəyi dəstəkləyirlər. Müttəfiq olduqları məsələ hansı məsələdir? Hakimə qarşı çıxmaq. Müttəfiq olduğumuz məsələdə birləşək. Müxtəlif olduğu məsələlər isə saysız hesabsızdır. Müxtəlif olduqları məsələlər saysız hesabsızdır və əsasən də əqidə məsələlərində. Və həmçinin onların, yəni günümüzdə olanların müttəfiq olduğu məsələlər, yəni bəzi kiçik məsələlər vardır ki, əslində onlar o məsələdə müttəfiq deyirlər. Və o məsələ əslində onlarda məqsəd deyil. Lakin o məsələlər onlarda səbəbdir, daha doğrusu bəhanədir. Məsələn, namaz qılmayanı kafir görmək və s. kimi məsələlər onlarda, yəni bu əsas məqsəd deyil. Əgər əsas məqsəd namaz qılmayanın təkfiridirsə, insan məsələnin həlli üçün çalışmalıdır. Məsələnin adını deyə-deyə gəzməkdə heç bir fayda yoxdur. Lakin insan, ağıllı insan problemin həllinə çalışmalıdır. Əgər namaz qılmayan kafir görürsənsə, onları dəvət et haqqa. Yəni, onlara bu kəlməni deməklə, bu kəlməni insanlara yaymaqla nə fayda götürəcəksən? Və qiyamət gününə əcrin var. Lakin haqq istəyirsən, insanları haqqa dəvət et, insanlara haqqı çatdır. Əgər sənin
dediyi rəy doğru olsa belə. Lakin şək yox olan bu rəyi batildir, doğru deyil. Hətta doğru olsa belə. İnsanlara haqqa dəvət et və əməllərindən və sözlərindən bəyan olur ki, onların dedikləri bu kəlmələr yalnız bəhanələrdir. Lakin əsas məqsəd hansı ki, onları bir yerdə toplayır, o hakimlərə qarşı çıxmaqdır və bu da ayə və hədislərdən göründür. Yəni, onun nə qədər dərəcədə icazəli olması, daha doğrusu icazəli olmaması və onun haram olmasına aid yəni dəlillər saysız, hesabsızdır və inşallah gələn dərsdə İmam Bərbəhər Rəhməllahın Şəhr-i Sünnə